Üzr istəyirəm, videom kəsildi. Bu ikinci hissəsidir videonun. İmtahanı gedirsiniz ora. Orada belə deyək də, imtahan verilən, deyilən saatda, deyilən vaxtda orada olmaq lazımdır. İmtahana girirsiniz. Həmin imtahana girirsiniz, imtahanı verirsiniz. İmtahanı verəndən sonra, imtahan verəndə də indi belə bir şey deyim də, 20 sual olur. 20 sualın 10'una düz cavab versəz, siz imtahanı keçmiş olursunuz. İmtahanda da elə bir çətin bir şey yoxdur. İmtahan, sertifikatın imtahanı belə deyək də, sizə keçirilən o dərsliklərdən ibarətdir. Olur ki, ilkin tibbi yardım haqqında suallar düşür. Olur ki, ayna haqqında suallar düşür. Olur ki, nəqliyyat haqqında, amma dərslikdə keçirilən suallardan olur. Ondan da əlavə olmasa da siz onsuz da zaten maşın sürürsünüz. Maşın sürürsünüzsə o sizə problem yaratmır da. Yəni siz bilirsiniz qaydaları, qanunları, nizamnamələri. Məsələn, mən imtahan verdim. Mən imtahan verəndə çox belə rahat düşdü. Məsələn, sual verdilər ki, məsələn, sual düşmüşdü ki, aynanın paltar geyimi necədir? Orada təlim dərslərində keçmişdilər. Yəni təlimdən qırağı heç bir sual düşmür. Yəni çoxları var ki, deyir, birdən başqa şey. Başqa şey də düşsə, qardaş, maşın haqqında düşəcək, taksi haqqında düşəcək, ayna haqqında düşəcək, nəqliyyat haqqında düşəcək. Bir də qayda, nizamnamələr, inzibati xətalar məsələn, qaydanın, dövlət yol polisinin nizamnamələri haqqında, yəni qayda qanunları haqqında, qoyulan qayda qanunlar haqqında suallar verildi. Mən sual verildi ki, məsəl üçün, svetoforun belə deyək də, qırmızı işığında keçdiyiniz halda nə qədər cərimə, nə qədər bal düşür. Məsələn, sual ki, yaxın yol gedirsiniz, görürsünüz bir hadisə baş verib, sürücü qan fışqırır. Məsələn, həmin vaxtda dizindən, ayağından qan fışqırır, nə etməlisiniz? Topuqda məsələn rezinlə bağlamalısınız, qan getməsin. Məsələn, sual verildi ki, məsələn, nəqliyyat vasitəsini idarə edərkən sükanı necə tutmaq lazımdır? İki əlinlə sağ sol məsələn tutmaq lazımdır. İndi çoxları mənə qınayacaq ki, buradakı qardaşlar özün videonu, maşın sürə-sürə video çəkirsən. Məndə burada sinəmdə telefon qoyulan var, asobi bir şey var, mən onunla çəkirəm. Sonra mənə sual düşmüş ki, bəli, məsələn, nəqliyyat vasitəsində apteskanın içində nə olmalıdır? Məsələn, sarğı binti olmalıdır, spirt olmalıdır, naşatır spirt olmalıdır ki, yəni birdən kimsə ürəyə gedər, hadisə olan vaxtı hadisə, onu ayırtmaq üçün. Rezin olmalıdır, pambıq olmalıdır, yod olmalıdır. Yəni, ilkin tibbi yardımda yolda xəsarət olunan və ya hadisə olunan adama nə kömək lazımdırsa, nə ilə kömək lazımdırsa, ondan sonra sual düşdü ki, mənə avtobus zolağına məsələn daxil olarkən belə deyək də, daxil olarkən hardan daxil olmaq lazımdır və hardan çıxmaq lazımdır. Sual düşdü, qırıq-qırıq xəttdən düşmək, qırıq-qırıq xəttdən çıxmaq. Məsələn, ağ xətt idi, bildiyimiz kimi. Yol istiqamətindən, yəni hərəkət istiqamətindən, nəqliyyat istiqamətindən qırıq-qırıq xəttlər idi. Sonra qırıq-qırıq xəttin, daxildən də qırıq-qırıq xəttlər, içərdən də qırıq xəttlər olur. Yəni, qardaş, bir sözlə, qardaş, kim imtahan vermək istəyirsə, yəni belə deyək də, ay çətindir, ay filan şeylərdir. Bilirəm də, çoxları var ki, öz imtahanı getmək istəyir, yəni yörəsindəki adamlar ona maneçilik yaradır. Heç bir çətinlik yoxdur. Yəni, taksi işləmək istəyirsinizsə, hökmən taksi təlim sertifikatı olmalıdır. Narkolojidən sağlamlıq haqqında arayış olmalıdır. Sonra taksi işləyəndən sonra da bu sənədlər hazır olundan sonra, yəni sertifikatı hazır olundan sonra prosedurlar var ki, aynadan maşın qeydiyyata keçmək lazımdır. Necə keçmək lazımdır? Ondan da növbəti videomda, bundan sonraki videomda da onu çəkəcəm. Necə keçmək lazımdır, necə keçmək lazımdır. Sadəcə olaraq siz mənə like edin bu videoma, mənə dəstək olun. İnşallah dəstək olduqca da bu haqda videolar çəkəcəm. Bu günlük bu qədər dostlar. Kanalıma abunə olun, mənə dəstək olun. Sağ olun, salamat qalın.